Salam hər kəsə. Yeni application tapmışam. Maşın həvəskarları üçün çox gözəl applicationdır. Adı isə TwoSpot'dur. Bu applicationda mənim səhifəmdir, Cars by Kera. Siz özünüzə səhifə aça bilirsiniz, öz hesabınızı, öz maşınınızın modelini seçə bilirsiniz, orada loqotipini seçə bilirsiniz və burada xəritədə hər gün eventlər olur, hansı ki yaradırlar, görüşüb eventlərdə iştirak edə bilərsiniz. Bu eventlərdə maşınlarla yığışırlar, şəhərdə dayanırlar. Gündəlik spot eləyə bilirsiniz. Bu günlərim spotlara mən baxıram. Spotlar paylaşılıb və gündəlik etdiyiniz spotları paylaşanda da orada sizdə streaks başlayır. Gündəlik paylaşdınız, hər gün davam eləsə streaksiniz çoxalır. Birinci gün, ikinci gün hamısı çoxalır. Və burada söhbət eləmək olur dostlarınızla və yaxud yeni eventlər yaradırsınız, oturursunuz maşınlarla. Bu maşın belə deyim, bu maşın applicationu həm App Store-da, həm də ki Play Market-də var. Yükləyib yararlana bilərsiniz. Maşın üçün Instagram saymaq olar. Yükləyin, məmnun qalın. Salam hər kəsə, yeni videomuza xoş gəlmişsiniz. Sizinlə mən Kənan və siz Cars by Kera kanalındasınız. Və bugün sizlər üçün BYD çəkirik, Destroyer. BYD sözünün aslımı Build Your Dreams. Coming in, flex, I just wanna win, LABB who we running with, 2233, I'm on 10 again, state your name, been dope on flame, I just switched the lanes, I just flipped the pain, stripping and dipping in bass, slab on everything. Swimming, you shaking away, cause I put my low racks on it. I ain't skip past losses, I had to get back off it. See the fit lab on it until they whip my coffin. Money. BYD'nin 1.5 litrelik mühərriki sizə həm plug-in hibrid, həm də ki 1.5 litrelik mühərrikimiz var. Bu da sizin üçün sərfiyyatlı maşındır. Ona görə də sərfiyyatınız tamamilə azalır və gün ərzində şəhərdə idarə etmək sizin üçün daha keyfiyyətli və sərfiyyat az olur. Maşınımıza əlavə daha yaxşı, daha gözəl görünüşlü dumanlar yerləşdiriblər. Birazdan onun işıqlandırmasını da sizə daha ətraflı göstərərik. Altda işıq tez-tez sönə bilər, ona görə üzr istəyirəm indidən. Bizdə burada abrisovka, belə deyim, daha ətraflı radiator barmaqlıqların altında əlavə üstəlik bir dənə də lip yerləşdiriblər, hansı ki bu da BYD-yə daha gözəl görünüş yaradır. Mənim fikrimi öyrənmək istəsəz, BYD-yə yaraşan rənglərdən biri qara rəngdir. Qara rəngi yığırlar, şəhərdə bir-iki nəfərdə görmüşəm, amma bu BYD şəhərimizdə demək olar ki, ilk tuning deməyim, yığılmış BYD-lərdən biridir. Hansı ki, 66.000 kilometr probegi var, 2 ildir sahibindədir. Sahibindən soruşdum, narahatçılığı tamamilə yoxdur. Yəni, mənə deyir ki, kim almaq istəyirsə, yəni, bez problem, gedib ala bilər, ya da gətizdirə bilər. Yəni, hə? Bu gün tam 2 illidir. Yəni, bu günə baxdıq, tam 2 illidir. İndi isə istərdim sizə burada bir dənə BYD yazısını göstərdim. BYD yazısını da sonradan dəyişiblər, qara rəngiyə çeviriblər. O da daha gözəl görünüş yaradır və daha elegant, presijni sizə hissiyat bəxş edir. İndi istərdim sizə kapotun altındakı 1.5 litrelik mühərrikimizi göstərdim. İşıq tez-tez sönə bilər, indidən üzr istəyirəm. Çoxunuz da bilirsiniz, tez-tez burada video çəkirəm. Amma sizə deyim ki, kapotu çox ağırdır, yəni həddən artıq kapot ağırdır və bir şey demək istəyərəm ki, səhv eləmirəmsə 2000 neçənci il idi, 2024-cü il bu modeliyə, yəni burada 2 dənə stayak amortisator qoysalar daha yaxşı olardı. Bir dənə gətiriblər, bura ştanga qoyublar, o da ki, yəni niyə əlinizi bir də yorasınız və yaxud kapot özü də ağırdır, yəni çətinlik. Kapotumuzun altında 2 ədəd motor yerləşir, hansı ki biri var 1.5 litrelik mühərrikimiz yerləşir, bir də ki bayaqlam dediyim plug-in hibrid elektrik motorumuz yerləşir. İkisinin də ayrı-ayrı antifrizləri var. Sağ tərəfdən bir antifriz yerləşdiriblər, hansı ki elektrik motorun, sol tərəfdən də bir antifriz yerləşdiriblər, o da ki sol motorun daha doğrusu. Maşında 2 motor, biri elektrik motora
quraşdırılıb. Bir də ki, bildiyimiz benzin motor 1,5 litrlik mühərrik. Maşınımız bayaqlarım dediyim kimi ikinci səfər təkrar edirəm ki, maşınımız çox sərfiyyatlı maşındır. Sərfiyyatlı olmasaydı belə Premier çəkim, bilmirəm sahibi nə qədər yaxşı qarşılayacaq. Sərfiyyatlı maşın olmasaydı Priusları yığışdırıb BYD yerinə buraxmazlar. Yəni şəhərimizdə həmişə Prius görmüşük. Yəni trenddə Prius idi. İndi Priuslar yox olub, BYD gəlib yerinə, amma BYD-nin yəni tək taksi üçün nəzərdə tutmuyublar. Priuslar demək olar tək taksi üçün nəzərdə tutulsa da, BYD şəxsi istifadə üçün. BYD-nin şəhərimizdə SUV modeli də var, sedan modeli də var. Yəni əlverişli maşın deyə şəhərimizə gətirirlər və sürürlər. Elə bu günlərin bayaq dediyimiz kimi 2 ili tamam olur bu indi çəkdiyimiz BYD-nin. 66.000 kilometr. Bəzilərinə elə gələ bilər ki, 66.000 kilometr çox az bir yürüyüşdür. Amma 66.000 kilometr bizim bəzi insanlar var ki, Çin maşınına pis baxırlar. 66.000 kilometr Çin maşını üçün böyük bir yürüyüşdür. Hansı ki, maşında ancaq demək olar ki, motorun yağını dəyişiblər. Əlavə də ki, maşını, yəni şəxsi avtomobil deyə maşına əlavə lip qoyub və yaxud qıraqda indi nakleykaları var, bəzi şeylər var ki, o istəyə görədir. Amma belə çox da rasxodlu bir maşın olmadığı üçün 2 ildir rahat istifadə edir. Satmaq fikrim var? Xeyr. Niyə? Çünki yəni sərfiyyat, bu dəqiqə sərfiyyat çox önəmlidir. Kapotumuzun altını bağlayıb istərdim keçək yan tərəfdəki disklərimizi sizə göstərdim. Hansı ki, disklərimiz zavod disk deyil, yenidən üstünə quraşdırılmış 18'lik disk təkərlərimiz var. İndi onu da sizə ətraflı göstərəcəm. İlk öncə də bayaqlarım sizə vurğuladığım, bax bu xoşa gəlməz. Tək mənim xoşuma yox, elə sahibinin də xoşuna gəlmir. Çünki narahatlıq törədir. Birinci bağlayanda kapotu yuxarıdan aşağı salmalısınız ki, sırazı kapotu bağlansın, bir də ki, o tutacağımız. İndi isə istərdim yan sistemimizə keçək, orada sizə disk təkərlərimizi göstərdim. Yan sistemimizə keçdikdə, yan sistemimizdə sizə disk təkərlərimi göstərmək istərdim, disk təkərlərimizi. 18'li disk təkərimiz var, 235-45-18. Tam ətraflı da dedim ki, sonra soruşmaq istəsəz, yayından vurğuluyuram. Burada gördüyümüz bizim sapotlarımız var, hansı ki sonradan qırmızı rəngə rənglənib. Spacerlər qoyublar, 20 mm-lik səhv eləmirəmsə, düzdür. Və təkərləri soruşa bilərsiniz ki, hansı maşınındır və yaxud hansı hardan almışsınız, ona cavablandırmırıq. İndən deyim, yəni sahibi də mənə demədi, mənim özümə də maraqlıdır. Özüm də hələ ki axtaram, hələ ki research eləyirəm, görüm hardan tapıb, qəşəng görsənir. Şəhərdə bu dəqiqə az sayda belə səliqəli və belə gözəl yığılmış BYD-lərimiz var. Həmən rast gəldiyim bir dənə qara rəngdə olub, o da ki, bunun qədər üstünə pul qoyulmayıb. Yəni, yan sistemimizdə sizə göstətdiyim disklərdən sonra istərdim arxa sistemimizə keçim. Bəzi şeyləri də orada sizə göstərmək istərdim. Arxa sistemimizə keçdikdə düz çubuqlu stoplarımızı görürük burada. Davam edən stopumuz və stoplara əslində kölgə verilməsə də, amma stoplarımıza elə bilirəm ki, mən qıraqdan baxanda elə bildim ki, stoplara kölgə verilib. Biraz yüksək səslə danışa bilərəm, parkingdə səs-küydür. İndi isə burada sizə bax, bayaqlarım qarşıda göstərdiyim kimi də arxa hissəsində Build Your Dreams yazısı yenilənib qara rəngi. Bu da daha qəşəng görünüş yaradır. Yəni, ağ rəng və yaxud ser rəngi heç yaraşmır. İşığımız da ki, maşallah. İndi isə sizə istərdim ki, bagajımızın içindəki maraqlı bir şey var, onu görsədim. Bagajımızı açdılar, çox sağ olsunlar. Bagajımızı açdıq. Yəni, bəziləri elə fikirləşə bilər ki, bagaja nəsə qoymaq və yaxud 2-3 dənə 5 qoyum. Xeyr. Sahibi bagajı demək olar ki, yarıdan çoxunu zəbt eləyib. Bir dənə basavikdir. Basaviklə, Kenwood'un basaviki ilə. Və burada mən sizə istərdim ki, maşınımızın içindəki materialdan danışmaq istəyərdim. Daha doğrusu bagajın içərisindəki materialdan. Yəni, BYD-nin qiymətinə görə istifadə olunan material çox keyfiyyətli, çox əla və premium materialdan istifadə olub. Qiymətinə görə bu tamamilə 100% deyə bilərəm ki, çox yaxşıdır. Çünki hər şeyin ən yaxşısını qoyublar, qiymətinə görə də əladır. Və indi istərdim
səski olduğuna görə yenə çox üzr istəyirəm. İndi isə istərdim bu Kenwood'un yüngülvari səsinə qulaq asaq, görək nə olar. Yüngülvari çox azca xodda biraz yaxınlaşdırım, indi göstərəcəm. Maşınımızın içərisindəki bu bayaqlarım sizə söhbət elədiyim bu basavik və içəridə usilitil, bir dənə də polka yığıblar. Bunların hamısına, elə təkcə bunlara 1500 manat veriblər. Yəni, bu da demək olar ki, yəni, elə bu bəs eləyir ki, deyəsən ki, BYD-nin üstünə yəni, bu qədər pul qoyan şəhərdə bəncə az insan var. Çünki bəzi insanlar almağa qorxur belə maşınları. Amma sizə deyim ki, yəni, niyə də qorxasınız? Yəni, bunu 2 ildir sürürsə, sahibi satmaq fikirdə yoxsa, demək ki, bu yəni, ideal bir maşındır və sərfiyyat, əsas sərfiyyatdır. İndi isə istərdim sizə benzin göstərdim, hansı benzinlə işləyir və elektrik şarj yerimizi göstərdim. Yan sistemimizdə burada sizə elektrik şarj yerimizi göstərmək istəyirəm, hansı ki açdıq. Bu həm ev şəraitində, həm də ki şəhərdəki portlarımızda zaretkaya qoya bilərik buradan. Və polnu şarj şəhərdə, şəhər stansiyalarımızda. Orada hardasa 2 saat, 3 saat aralığında, amma ev stansiyasında isə 4-5 saat aralığında belə sizin vaxtınızı alır. Ona görə biraz uzun məsələdir. İndi isə istərdim keçim yan tərəfdə sizə benzin kolonka yerində göstərdim. Maşınımız 92 ilə də işləyir, amma sahibimiz 95 tökür ki, yəni 95 tökməyə daha məsləhətlidir. Əgər taksi üçün almamsınızsa bu maşını, şəxsi istifadə üçün 95 tökməyiniz daha məsləhətli olar. Çünki maşının motoru uzun ömürlü olur. Yan sistemimizdə iki tərəfdən də jabralarımız var. Hansı ki, bayaqdan deyir, amma bu BYD-nin üstünə çox pul qoyulub. Bəzi insanlar elə bilir ki, 2-3 manatlıq bir şey qoyulub. İki tərəfli jabraya 50 manat pul veriblər elə. Yəni, bayaqlarım elə adi benzin şarj yerinin üstündəki o stiker 8 dollar pul veriblər. Yəni, hamısını belə üstə gələndə 5000 5-6 min aralığında yəni rasxodu çıxıb sahibin. Ona görə də bəziləri elə bilir ki, az pul qoyulub, amma xeyr. Adi bayaqlarım dediyim spoiler, yəni hamısı puldur. Elə bilirsiniz ki, hər şey birdən olur, amma bu BYD-nin yəni çox adam yığmaq istəməsə, qaqaş yəni yığıb sağlığına qismət indi şəhərimizdə belə sürür, özü üçün zövq alır. İndi isə istərdim keçək interyerinə. İnteryerinə keçdikdə isə indi sizi sürücü hissəsindən söhbət eləmək istəyirəm. İlk öncədən oturan kimi sizi premium keyfiyyətli rul sizi qarşılayır. Hansı ki, əlinizi tutduqda sizi nə yorur, nə bir şey eləyir. Əliniz də sürüşmür. Bir də ki, yəni tərləmə hissiyatı çox minimuma düşür. Yəni əlinizi rahat tuta bilirsiniz ruldan və idarə etmə daha rahatlaşır. Və maşınımızda gördüyümüz kimi ambiyans var. Videoda bəlkə də lazer kimi düşə bilər, amma kölgəli ambiyansdır. Ambiyansımız da hardasa 66 dənə rəngi var. Elə buradan monitordan özümüz dəyişə bildik. Yəni ambiyansı da dəyişdikdə və rulda belə bir knopka var ki, hansı ki, knopkaya basdıqda monitorumuz fırlanır. Sizə düşməsə də birazdan onu tam ətraflı göstərəcəm. Sükanımız polnu multi ruldur və ön hissəyə baxdıqda sizi kiçik sürətlər paneli göstərir. Sürücü üçün sürətlər paneli. Hansı ki, şarjımız indi 21%-dir, amma benzinlə bizə 619 km yürüyüş verir. Bu da ki, yəni günlük isə, günlük yox, da həftəlik bəs eləyər məncə. Bir həftə bəs eləyir. Bir həftə polnu bəs elədik. Və hal-hazırda yarı bakı. Ha, yarı bakı görə bilmirəm şəxsən burada. Polnu baka 1125 kilometrdir. Daşı, polnu baka 1125 kilometr sizə yürüyüş verir. İndi yarı bakda 619 kilometrimiz var. Yəni, bu da ki, yetərincə bəsdir. Yəni, bir həftə sizi görür. Sükandan danışdıqdan sonra sizə sideniyalardan danışmaq istəyirəm ki, hansı ki, sideniyanın çixoluna 300 manat ödəniş ediblər. Yəni, 300 manata yeni bir çixol alıblar. Amma sideniyalar çixolla da, çixolsuz vəziyyətində də oturmuşam. Çox rahatdır. Yəni, sizi nə yorur, nə də ki, yəni, diskomfort yaradır. Və sideniyaları mexaniki olsa da, yəni, qiymətinə görə maşında çox funksiya var. Full modellərdə var. O da ki, ancaq sürücü hissəsində.
və full modellərdə bir dənə sizə lük verir, mini lük, bir də ki güzgülərin qatlanması. Bu modeldə güzgülər qatlanmır, amma full modeldə güzgülərimiz qatlanır. Və sizə demək istərdim ki, maşına əyləşən kimi komfort sözün deyir və əlimi vırdığım bütün materiallara görürəm ki, BYD-nin qiymətinə görə istifadə olunmuş materiallar çox yüksək keyfiyyətli materiallardan istifadə ediblər. Və bu da ki, sürücü üçün, əsas sürücü üçün komfortdur. Çünki sürücü həm uzun yol gedəndə yorulmayacaq, həm də şəhər içi istifadədə bizim şəhərimizin probkasında yəni rahat istifadə edə bilər. İndi istərdim ki, sizə burada yan hissəsində, qapının yan hissəsində daha doğrusu görsədim ki, yan hissəmizdə elektron paneldir, şüşələrin yenməsi, qalxması, qapıların blok olunması, şüşələrin blok olunması və səs sistemindən birazdan sizə parkingdə görsədə bilməsək də, burada indi çalışacağım ki, görsədim sizə səs sistemimizi. Səs sistemimiz çox yüksək keyfiyyətli səs sistemindən istifadə olunub Kenwood. Bu da ki, yəni elə bilərlər zavoddandır, xeyr. Onu sonradan, yəni bayaq dedim 1500 manata polka ilə, usilitel, bir də ki basovka ilə bir yerdə 1500 manata hardasa gəlib çıxıb. Beləliklə də sürücü hissəsində sizə danışmaq istədiyim bir şey qalmayıb. Keçmək istərdim yan sərnişin hissəsindən. Yan sərnişin hissəsindən də bəzi şeyləri göstərəcəm. Sərnişin hissəmizə keçdikdə, bayaqlarım dediyim kimi sürücü hissəsində də, sərnişin hissəsində də keyfiyyətli material sizi qarşılayır. Və plus burada da bayaqlarım sizə dediyim o sonradan qoyulmuş çixol. İndi çixol, yəni çixol 2 ildən, 3 ildən bir onsuz da yenilənməlidir. Bunu da qoyublar ki, əsas sideniyamız dəri zədələnməsin. Ona görə də bunu siz də qoymağınız daha məsləhətlidir. Və maşınımız 280 at gücüdür. 280 at gücü 280-290 aralığında. Sportda sürəndə sərfiyyat çoxalır, amma adi sürüşdə 4 litr, 5 litr aralığında olur, amma sahibinin sürüşünə görə hardasa 6-7 litr içir. Və bayaqlarım sizə dediyim o monitor. Gördüyünüz kimi. Sükanımızda bir dənə knopka var. Onu basdıqda multimediamız çevrilir və olur uzun. Bastıq. Mən bunu tərcih edirəm. Düz olmağı planşet kimi daha rahat, daha qəşəng görsənir və çox da yer tutmur. Klimat kontrolundan danışsaq, klimat kontrol çox yüksək səviyyədə işləyir. Burada da hava deflektorlarımızı görürük. Sol hissədə də, sağ hissədə də. Yəni gizli hava deflektor çıxışlarımız yoxdur, amma açıq hava deflektor çıxışlarıdır və buradan gördüyünüz kimi düz xətt davam edir. Kəsillər yarımçıqdır, amma düz xətt kimi görsənir sizin üçün. Maşınımızda sərnişin hissəsində bir dənə saxlanma yeri yerləşdiriblər bizim üçün. Yəni kiçik demək olmaz, yetərincə böyük saxlama yeridir. Hansı ki sənədlərinizi və yaxud hansısa əşyanız varsa oraya yerləşdirə bilərsiniz. Yəni kifayət qədər genişdir. Və sizə burada bizim multimediadan danışmaq istərdim ki, multimediamız çox genişdir. Yəni multimediada hər bir şey var. Adi maşında multimedianın içində oyun da var və yaxud digər proqramlar, YouTube olsun, Waze olsun. Yəni maşında bunlar hamısı yerləşdirilib. Bu içinə WhatsApp, Instagram, bildiyiniz telefondakı bütün applicationlar demək olar ki, hamısı bu böyük bir monitorun içinə yerləşdiriblər. Və indi istərdim sizə keçim arxa hissəsində sərnişin hissəsinə, arxa sərnişin hissəsindən davam edeyim. Bəzi detalları da orada sizə görsədim. Arxa sərnişin hissəmizə keçdikdə isə yenə yaxşı tavan məsafəsi bizi qarşılayır və ayaq məsafəsi yetərincə geniş bir ayaq məsafəmiz var. Və burada yenə də hava deflektorlarımız var. Klimat kontrolun çıxışı və arxada 2 dənə USB-C port yerləşdiriblər. 2024-cü il maşına görə USB-C port biraz yəni pisdir. Type-C port qoysalar daha yaxşı olardı. Çünki günümüzdə indi Type-C port daha çox işlənilir. Ona görə bunun fikirləşləri daha yaxşı olar. 2 dənə saxlanma yerimiz var. Hansı ki sənədlərinizi gördüyünüz kimi burada sənəd yerləşdiriblər. Sənədlərinizi yerləşdirə bilərsiniz. Və burada qoltuq altı qoysaydısalar, səhv eləmirəmsə fulllarda var, amma bunda yoxdur. Qoltuq altı qoysalar daha yaxşı olardı. Bir dənə odur. 2 dənə bizim fənərlərimiz var, işıqlarımız və
tavana əl vurdıqda görürsünüz ki, yüksək keyfiyyətli materialdan istifadə ediblər. Bayaqlarım dediyim kimi, bu BYD üçün, yəni qiymətinə görə istifadə olunmuş materiallar çox keyfiyyətli materiallardır. Adi qapının bu şitinə əl vurdıqda, yəni görürsünüz ki, keyfiyyətli materialdır bu da. Və indi istərdim ki, elə arxada oturmuşkən polkanın yanındayıq. Yüngülvari kameramızı belə eləyək. Səs sisteminə yüngülvari qulaq asmaq istəyərdim. Görək nə dərəcədə yaxşıdır. İndi yüngülvari 5-10 saniyəlik YouTube əslində icazə vermir. Yəni biraz qabağa otur. İndi səs sistemimizə bir dənə qulaq asaq. Maraqlı bir dənə maraqlı maşını qoşsunlar, görək nə olur. Bir dənə maraqlı bastı mahnı qoşun görək. Səs sistemimiz nə qədər. Yəni bu adi BYD-lərdə rast gələn bir şey deyil də. Bu ancaq yəni sonradan qoyulmuş BYD-də rast gəlir bizə. Yığılmış BYD-də daha doğrusu. Şimdi Uşaq qulağım ağrıdı. Arxadakı polkalar, yəni indi bizi də buradan qovacaqlar da. Yüksək səs sistemimiz var. Yəni adi BYD-lərdə buna rast gəlməyəcəksiniz. Ancaq bax bu BYD-də siz buna rast gələ bilərsiniz. Arxa hissəmizdə də belə incələməli bir şey olmadığı üçün istərdim keçim ön hissəmizə. Bayaqlarım sizə dediyim maşındakı əlavə xərclərdən danışsaq, maşınla elə spacerimiz 300 manat, bizim disk təkərimiz 1700 manat, arxada basavik göstərdim 1500 manat o, bayaqlarım elə qıraqda göstərdiyim o nakleyka 8 dollar, BYD yazısı 50 manat, qıraqlarda sizə göstərdiyim 50 manat, sonra dumanlılarımız 300 manat. Dumanlıları özdə 2 dəfə dəyişilib deyə 2 dənə 300 elə 600 manat dumanlılarımız eləyib. Yəni bizim gördüyümüz dalıca krışkalarımız, hansı ki yan tərəfdə 80 manat və bizim gördüyümüz budur. Yadda qalanlar da budur. İndi isə belə deyim, videomuz burada da bitdi. Sizinlə mən idim Kənan, siz Cars by Kera kanalındaydınız. Videoyu bəyənib, şərh yazmağı və kanala abunə olmağı unutmayın. Və növbəti videolarda hansı maşınların incələməsini istəyirsə, şərh bölməsində yazın. Çalışdığımız qədər eləyərik. Sağ olun, salamat qalın.